Xüsusi bir uşağı böyütməyin hansı çətinlikləri var? Uşaq standart olmadığı üçün bu şans artıq olmur səndə. Və bu biraz çətin gəlir. Çünki ətrafında elə bir nümunə olmur. Çətin tərəfi budur. Gözəl tərəfi odur ki, standartdan kənar düşünməyə vadar eləyir. Məcbur buraxır ki, çərçivəni qırasan. Xüsusi övlad böyütməyə heç bir kitabda qətiyyən yoxdur. Azərbaycan dilində ümumiyyətlə yoxdur. Çətinlik yalnız o deyil, cəmiyyətimizdə qəbullanma olmayan bir cəmiyyətdir. Uşağın deməli problemi, həyəcanı artanda avtobusda digər sakinlər deyir ki, düşürdün bu uşağı. Digər insanlar, nə bilim, uşaq meydancasında deyirlər ki, bu uşaqla oynamaq istəmirik. Bu uşaqlar biraz geç inkişaf edirlər. Hələm cəmiyyət tam belə qəbul eləmir bu uşaqları. Ona görə bu tərəfdən də biraz çətinlik olmuşdu. Adətən valideynlər çox normal qəbul eləyir ki, onların uşaqları nəyəsə nail olur, nəyəsə çatır. Xüsusi övladların valideynləri isə hər cüzi bir nailiyyətə çox sevinirlər. Mənim uşağım yalnız 3 yaşında ilk addımlarını özü atıb. Mənə birinci dəfə mama deyəndə, yalnız 6 yaşında o mənə bu sözləri deyib. Dilə gətirəndə artıq biz o qədər ağlayırdıq ki, yəni hər şeyi o qədər səbirsiz gözləyirsiniz ki,